Hamımızın anasan şəhid anası. Belə ağlama, ağlama, ağlama şəhid anası. Sən bir oğul itirmisən minlərlə. Oğul və qız qazanmısan şəhid anası. Hamımızın anasan şəhid anası. Belə ağlama, ağlama, ağlama şəhid anası. Sən bir oğul itirmisən minlərlə. Oğul və qız qazanmısan şəhid anası. Hamımızın anasan şəhid anası. Belə ağlama, ağlama, ağlama şəhid anası. Sən bir oğul itirmisən minlərlə. Oğul və qız qazanmısan şəhid anası. Hamımızın anasan şəhid anası. Belə ağlama, ağlama, ağlama şəhid anası. Sən bir oğul itirmisən minlərlə. Oğul və qız qazanmısan şəhid anası. Hamımızın anasan şəhid anası. Belə ağlama, ağlama, ağlama şəhid anası. Sən bir oğul itirmisən minlərlə. Oğul və qız qazanmısan şəhid anası. Cənnət olsun. Vətəni uğrunda, torpaq uğrunda canlarını fəda verən şəhidlərimiz Allah rəhmət eləsin, məkanları cənnət olsun. Qonşumuz Yasan halda məkanı cənnət olsun. Allah rəhmət eləsin. Rəhbəri Füsun xanım və Vətən Övladları layihəsi xeyriyyətçi Əhməd bəy təşkilatçıları birlikdə fiziki məhdudiyyətli uşaqlarla bugün Şəhidlər Xiyabanı ziyarətindəyik və onlara şəhidlərimizin adından ehsan süfrəmiz oldu. İlk öncə sözü vermək istəyirəm Vətən Sağ olsun layihəsinin rəhbəri Füsun xanım söhbət. Buyurun. Mən də öz növbəmdə hər kəsi salamlayıram. Dəvətimizi qəbul edib gələn hər bir qonaqlarımı bildirirəm. Bu mənim çoxdan köməyimdən keçən istəyidir və hər zaman çalışırdım ki, yəni bu şəhidlərimizi hər zaman biz bir vətəndaş olaraq ziyarət etmişik 2016-nın aprel şəhidlərindən ta bugünə qədər. Amma belə bir 4 ilə yaxındır da ki, həm də fiziki məhdudiyyətli balalarla çalışdığımız üçün belə qərara gəldim ki, bu balaların və mən müraciət elədim, bizim bir qardaşım deyərdim, xeyriyyətçi Əhməd bəyə və sağ olsun ki, o da bu təklifi qəbul elədi. Hər zaman biz bir yerdə bu işləri görmək bizim üçün qürur vericidir və mən qrupa müraciət eləyəndə həqiqətən də burada bir çox valideynlər mənə yazdılar ki, Füsun xanım, nə gözəl bir təşəbbüsdür ki, biz heç özümüz belə orada olmamışıq da. Yəni bugünkü günü biz evlatlarımızla bura gəlmək bizim üçün də çox qürur verici olar. Dəvətimi qəbul edib gəldiyiniz üçün hər birinizə təşəkkür edirəm və bizlərin hər birimizin borcudur. Bu günləri biz 2-ci Fəxri Xiyabanından başladıq ziyarətimizi. İnşallah ki, digər şəhidlər xiyabanını da hissə-hissə ziyarət edərik. Çünki bu balaları çox yorub bir gündə neçə ziyarəti edə bilmirik. Və Əhməd qardaşla birlikdə bu təşkilatçılığı çox şükürlər olsun ki, həyata keçirdik. Bizə bu işdə dəstək olan, yəni adlarını çəkmərik, həm Vətən Övladları Xeyriyyə Cəmiyyətinin, həm Vətən Sağ olsun layihəsinin əhatəsində olan xeyriyyətçi dostlarımıza, həm xanımlar, həm bəylər, onlara təşəkkür edirik. Çünki biz onlarla güclüyük. Biz tək bir gücümüzə etmirik bu işləri. Kimin bu işdə haqqı varsa, əlbəttə ki, şəhidlərimizə halal edirik və bizə də bu dəstəyi göstərdiyiniz üçün bizə də halal etməyinizi istəyirik. İnşallah ki, bu yolda hər zaman bərqərar olarıq, birlikdə olarıq. Şəhidlərimizin ruhu şad olsun, qazilərimizə, veteranlarımıza Allah can sağlığı versin, şəfa versin. Allah dövlətimizin başının üzərində dayanan
Ali Baş komandanımıza da ömür versin, xanımı Mehriban xanıma da ömür versin ki, yəni biz həqiqətən də onların yolunu, bu qoyduğu haqq yolunu könüllü olaraq davam eləyirik. Çox sağ olsunlar. Bu yolda, bu haqq yolunda olan hər bir kəsə minnətdaram. Var Çox sağ olun, olasınız. sizə falan təşəkkür edirik. Və indi isə sözü vermək istəyirəm Vətən Övladları Xeyriyyə Cəmiyyətinin rəhbəri Xeyriyyətçi Əhməd bəy. Buyurun. Baxın, həmişə danışırca mənə söz qalmır. Biz dəfələrlə yəni, tədbirlərimizi bir yerdə keçiririk. Hər bir vaxt xidmətimiz sağ olsunlar, yəni bir necə deyərlər, çağırışımıza hər bir vaxt yanımızdadılar. Var olasın, minnətdaram. Yəni hər birinə öz minnətdarlığımı bildirirəm ki, yəni bugünkü gündə istəyir, burada ziyarətlərimizdə istəyir, başqa tədbirlərimizdə də yanımızda olurlar. Gücümüz çatdığı qədər sizin xidmətinizdəyik. Hər bir vaxt. O xəstə körpələr, onlar mələklərdir. Onların hamısı mələkdir bizim üçün. Şəhidlər bizə haqqını halal etsin. Çünki biz şəhidlərin üstündə heç bir haqqımız yoxdur. Onların bizim üstümüzdə haqları var. Onların valideynlərinə Allah can sağlıqları versin ki, bu cür qəhrəman övladlar böyütdülər. Biz bugünkü gündə onların hesabına rahat evimizdə yaşayırıq, rahat gəzirik, rahat dolanırıq. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bizi də ətrafında olan dostlarım, tanışlarım, buraya əziyyət çəkib gələnlər Allah hər bir vaxt haqq yolundan döndərməsin, heç vaxt. Allah bizə də güc, qüvvət versin sizlərin sayəsində ki, biz də bu cür tədbirləri, o balalarımızı sevindirək, şəhidlərimizi yaşadaq. Şəhidlər o vaxt ölür ki, unudulanda. Şəhidlər güllə yarasalanda ölür, unudulanda ölür şəhidlər. Heç bir vaxt onları da unutmaq bizim haqqımız deyil. Hər bir vaxt onlar bizim ürəyimizdədir. Dildə yox, əməldə. Bəzi insanlarda dildədir, amma bizdə əməldədir. Var olasınız. Gələn ayaqlarınız var olsun. Minnətdaram. Hər birinizdən təşəkkürümü bildirirəm ki, bizim dəvətimizi qəbul etdiniz. Bacımla hər bir vaxt ki, bu tədbirlərdə bir yerdəyik. İnşallah ki, Allah nə qədər ömür verəcəksə, bir yerdə də bu tədbirlərimizi keçirəcəyik. Sizləri də hər bir vaxt yanımızda görməyimə şad olaram. Minnətdaram hər birinizə. Çox sağ olun Əhməd bəy, təşəkkürümüzü bildiririk. Yenə də birlikdə bu işlərimizi hər zaman Allah bizə güc qüvvət versə davam etdirəcəyik. Sizlər də hər zaman yadınızdasınız, unudulmursunuz inşallah. Mən istəyərdim ki, şəhidlərimiz sizə şeir səsləndirək. Ruhlarınız şad olsun, qisasınız alındı, azad oldu Qarabağ, zəfərimiz salındı. And içdiniz bayrağa, can qoydunuz torpağa, ölümə dik baxdınız, ümid edib sabaha. Qələbəyə gedən yol şəhidlərin yoludur, düşmənə zərbə vuran şəhidlərin yoludur. Neçə ildir yer aldınız, ən uca zirvələrdə, indi ruhunuz rahat, şən yaşayır göylərdə. Siz öz ölümünüzlə bizə ölməz oldunuz. Bizlər gəldi gedərik, siz əbədi qaldınız. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Çox sağ olun hər biriniz gəlib iştirak elədiyinizə görə hər birinizə təşəkkür edirəm. Minnətdarlığımızı bildiririk. Sağ olun, inşallah yenə tədbirlər. Və biz də bir vətənpərvər vətəndaşlar olaraq hər zaman artıq 9 ilə yaxındır biz bu işi görürük. Əhməd qardaş artıq 14 ilə yaxındır. Yəni hər zaman nə qədər ki canımızda can varsa biz onlara borcluyuq və bu işlərimizi davam edəcəyik. Mən istəyərdim ki, hamılıqla birlikdə şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək. Allah şəhidlərimizin ruhunu şad eləsin. Azərbaycan Respublikasının dövlət himnisi.
belə qoyub